Xurma necə qurudulur? Xurmanı soyursunuz, saplağından ipə bağlayıb asırsınız, quruyur. Bu qədər sadədir. İndi bunun bu qədər sadə olduğunu öyrənməkdən ötürü Zaqataladan nə qədər dostlarımızla əlaqə saxladıq. Onlar da bir neçə yerdən soruşdular, sağ olsunlar. Nəticəyə dedilər ki, internetdə bəzi videolar var. Bunu qaynar suya salırlar. Mən də əvvəllər bir-iki dəfə elə eləmişdim ki, elə bilirdim qaynar suya salıb çıxartmasaq üstü kiflənər. O variant da var, bəzi insanlar eləyir. Amma kütləvi istehsal eləyənlər, məsələn, Car kəndidir ya da Yuxarı Çardaqlar kəndi kimi belə yerlərdə sadəcə soyurlar, sonra amma isti olan, içərisində peç olan bir yerə asırlar. Ya da soyurlar, yenə saplağından bağlayırlar. Bu arada saplağı niyə vurğulayıram? Bir dostumuz dedi ki, xurmaya dəmir dəyəndə, yəni iynə dəyəndə qurumurmuş. Yəni iynəni içərisindən keçirib belə asmayın deyir. Mütləq saplaq olsun. Saplaqdan bağlayırlar, asırlar gün dəyən bir hissəyə, suyu süzülür, ondan sonra böyük qurutma aparatlarına salıb qurudurlar. Yəni əsas məsələ nədir? Bunu soydunuz, astınızsa, mümkünsə peç olan bir yerə asın, evin içərisindən asın. Mən keçən dəfə belə bir stol var idi, qıraqlarından sallamışdım iplərlə bağlayıb. İndi bizdə çox da öyle bir-iki dənə ağacdır da, ona görə. Başqa məsələ, buna xurma deyirik, bizim dildə də, lüğətdə də xurmadır. Xurnik deyənlər var bunun başqa cürəsinə. Sonra bunun, məsələn, rəngi ağ olandır, burada qara olan var. Buna şəkildə şokolad deyirlər. Bu içi qara olur. Bu amma biraz kal halda yeyəndə ağız büzür də, bu ondandır. Bizdə bunun qurudulması hissəsi ən çox Zaqatala Balakən tərəflərdə olur. Orada da hətta Balakəndə bunun festivalı var. Xurma festivalı. Yəqin ki 20 gün əvvəl idi. Getmişdik orada. Orada gördük. Fərqli məhsullar əldə edirlər. Bundan fərqli qurutma metodları var. Bir var ki, bunu astın, qurutdun, yaxın ölkələrə ixrac elədin. Bir də Avropaya ixrac eləyənlər var. Balakəndə zavod var, Bal Xurma da adı. O zavodun məhsullarını Almaniyaya, Avstriyaya və sair yerlərə göndərirlər. Yəni Almaniyaya, ümumiyyətlə Avropaya qida məhsulu göndərmək çox çətindir də. Standartların, istehsal texnologiya çox yüksək səviyyədə olmalıdır. Orada nümayəndələrlə tanış olduq. İnşallah qismət olarsa yolumuz Balakənə düşəndə zavodda o istehsal hissəsini də göstərəcəyik. Orada məsələn metodun biri sadəcə qurutmadır. Başqa bir metodda dondururlar üstünü, elə yarım qurumuş kimi deyirlər. Elə hissələri var. Mən də məzuniyyətdəyim indi, kəndə istirahətə gəlmişəm. İstirahətə gəlmişəm. Kəndə biz çox istirahət eləyirik gələndə. Gəlmişkən elə bunu da soyub qurudasıydım. Dedim ki, bu məlumatı da sizlə bölüşək. Yeni şeylər öyrəndikcə də videolarını çəkəcəyik. Bizi izləməyə davam eləyin.